çəki məsələlərində də insulin rezistentliyi, insulin həssaslıqda da vitamin D-nin çox böyük bir rolu vardır. O infarkt da verə bilər, insult da verə bilər, hətta vitamin D zəhərlənmə xəstə ölə də bilər. Orta yaşlı bir insan üçün 30-un üzərində olmalıdır vitamin D göstərici. Vərəm xəstəliyin belə müalicəsində vitamin D-nin rolu böyükdür. Vitamin D xüsusən yaşlı xəstələr üçün, diabetli xəstələr üçün o qədər önəmli bir maddə ki, 1 milyarddan çox insan vitamin D çatışmasından əziyyət çəkir. 100 il bundan əvvəlki müəllim atmosfer yoxdur. Araşdırır ki, vitamin D defisiti var. Bunların bir çoxu vitamin D ilə əlaqəsi var. Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalında maarifləndirici mövzularımız davam eləyir. Sağlam həyat layihəsi ilə qarşınızdayıq. Bugün D vitamini haqqında danışacağıq. D vitamini nədir? D vitamini defisiti olarsa insan orqanizmində hansı hallar baş verir? Bu haqda söhbətimiz olacaq. Təbii ki, D vitamini artıq günəş şüalarının azaldığı, yəni D vitaminini günəşdən almadığımız dövr gəlib çatıb. Ona görə bu videoya baxsanız faydalı olacaq. Videomuza baxmazdan öncə videomuzu bəyənməyi unutmayın. Bugün bu mövzuda isə qonağımız həkim, endokrinoloq Hidayət Məmmədzadədir. Eyni zamanda Hidayət bəy Baku Medical Plaza'nın endokrinoloq şöbəsinin rəhbəridir. Hidayət bəy, xoş gördük yenidən sizi. Sizi ilə müsahibəmiz olub bizim kanalda. İzləyicilər həvəslə, maraqla baxıblar. Siz də maşallah bir yaxşı izah eləyirsiniz. Təşəkkür edirəm, sağ olun. Həqiqətən də həkim olmaq başqadır. Bilikli həkim olmaq falan bəsməkan, amma onu insanlara düzgün, sadə dillə, insanların başa düşəcəyi dillə deyirsiniz deyə bizim abunəçilər də sizi bizim canlı yayımlarda, bizim verilişlərdə istəyirlər. Çox təşəkkür edirəm, sağ olun. Hidayət bəy, gəlin bax, bu bəzi adamlar hormon deyir, hətta buna D vitamininə. D vitamininin nə olduğunu birinci aydınlaşdıraq. Çox təşəkkür edirəm. İzləyicilərimizə salam verirəm. Çox təşəkkür edirəm xoş açılış və sözlərinizə görə. Bəli, bu D vitamini çox önəmli, aktual bir mövzudur. Hər kəs artıq D vitamini nə olduğunu azdan çoxdan bilir, eşidib. Yəni amma əslində qalsa bu o qədər önəmli bir maddə ki, vitamin olaraq bilinsə də bu əslində bir hormondur. Vitamin D-yə vitamin kimi baxmaq bu maddənin adına bir molekula, bir haqsızlıq olar. Yəni biz bunu hormon kimi qəbul etməliyik. Həyat enerjisidir, günəş vitaminidir, dəridə istehsal olunur. Orqanizmin bütün vacib funksiyalarına təsir edəcək bir çox önəmli bir elementimizdir. Vitamin D dünyada kəşf olunan 4-cü vitamindir. O vaxtda vitaminlər kəşf olunanda onların adlarını A, B, C, D olaraq deyirdilər. Ona görə D adı oradan gəlir. Əlifbanın ABCD, yəni İngiliscə əlifbasının 4-cü hərfi olduğu üçün, 4-cü kəşf olunan vitamin olduğu üçün ona D adı verilir. Əslində qalsa bunun ən optimal adı antiraxit vitaminidir. 1800-cü illərdə bilinən vitamin D, yəni antiraxit vitamini olaraq bilinən, o vaxt məlum oldu ki, balıq yağı alan uşaqlarda yalnız ana südü ilə qidalanan uşaqlara baxmış raxit xəstəliyi daha az rast gəlinir. 1900-cü illərdə təsəvvür edin ki, raxit epidemiyası var idi. Yəni günəşli, rütubətli evlərdə qalan uşaqlarda daha çox əyri ayaqlar, iri baş, yəni sümük skelet deformasiyalar daha çox rast gəlinirdi. Məlum oldu ki, balıq yeyən uşaqlarda, balıq yağı alan uşaqlarda bu xəstəlik daha az rast gəlinir. Deməli bu balıq yağında, balıqda nəsə var. Bu 1800-cü illərdə bilinsə də, bunun tam formulunu, steroid quruluşlu bir hormon olduğunu 1900-cü illərdə təxminən bir 100 il sonra Adolf Windau adlı bir Alman kimyaçısı kəşf etdi və ona görə Nobel aldı. Dünyada vitaminlər 17 dəfə Nobel alıbdır. Vitamin D həmin Adolf kimyaçı tərəfindən bu maddə aşkarlandığı üçün Nobel almış bir maddədir. O vaxtdan bu maddənin üzərində xeyli işlər getməyə başladı və məlum oldu ki, vitamin D verilən uşaqlar daha sağlam böyüyür, daha bunlar xəstəliyə qarşı dözümlü olur. Ona görə hətta Sovet dövründə belə bir proqram vardı. Uşaq doğular doğulmaz. O vaxt 21-ci gündən verilir. İndi artıq doğulan gündən verilməyə başlayır son protokollarda. Bütün uşaqlara vitamin D damcısı verilməyə başlandı. Məlum oldu ki, ana südü baxmayaraq ki, bütün qida maddələrlə, zülallarla, antitellərlə zəngin olan bir əvəzsiz bir qida maddəsidir uşaq üçün. Amma burada vitamin D yoxdur. Ona görə bütün uşaqlara vitamin D verilməyə başladı doğulduğu gündən. Bu proqram bu gün də davam edir. Artıq günümüzdə hardasa vitamin D içməyən qalmadı. Bir cəhətdən bu yaxşı bir şeydir ki, artıq tibb inkişaf edir. Vitamin D-nin önəmli məlum olur, amma bu təbii ki, həkim nəzarəti altında uyğun şərtlər daxilində verilməlidir. Həyat vitaminidir. Vitamin D-nin əslində qalsa tibb üçün açılan, bilinən ən önəmli cəhəti
sümük sistemi üçündür, skelet əzələ sistemi üçündür. Bu raxitin qarşısını alan bir maddədir, antiraxit vitaminidir. Vitamin də olmayanda sümüklərdə bir kövrəlmə başlayır, yumşalma başlayır, sümüklər sınmağa meyilli olur. Gənc yaşda böyüyən orqanizmdə bu sümüklər çox elastik olduğu üçün onlar əyilir. Bu deyək O-vari ayaqlar, ya X-vari ayaqlar, ya təsbih şəkilli qabırğalar, ya kranitabus dediyimiz kəllənin daha çox böyüməsi, uşaqlarda bəzən əmgəyin gec bağlanması, böyük kafa başı olur. Yəni skelet anomaliyalarına səbəb olur. İleri yaşlarda isə sümüyün bu vitamin çatışmazlığına bağlı osteomalaziya deyilən bir xəstəlik var, buna səbəb olur. Tam tibbdə bilinən, sübut olunmuş raxit xəstəliyi və osteomalaziya xəstəliyi üçün ən önəmli səbəb vitamin D çatışmazlığıdır. Amma vitamin D-nin orqanizm bütün sistemləri üçün, dəri sağlamlığı üçün, ürək sağlamlığı, qadın sağlamlığı, cinsi hormonlar, bunlar üçün çox önəmli əhəmiyyəti var. Bunun səbəbi odur ki, vitamin D-nin bədənin bütün orqan və hüceyrələrin reseptorları var. 2000-ə qədər gen vitamin D-nin kontrolu altındadır. Düşünün, bu nə qədər önəmli bir maddədir. İndiki günümüzdə təxminən 1 milyarddan çox insan vitamin D yoxsulluğundan, vitamin D çatışmazlığından əziyyət çəkir. Dünya vitamin D pandemiyasındadır desək yanılmarıq. Təxminən dünya əhalisindən 14%. Səbəb nədir ümumiyyətlə? Niyə görə bu qədər az? 14%-ə yaxını vitamin D hipovitamin Hətta mən yaxınlarda bir statistika oxudum. 3 səbəb var. Amerikada daha çoxdur. Məsələn, əhalinin 40%-nə qədər. 3 səbəb var vitamin D-nin çatışmazlığının. 3 ana səbəbi var. Mən bu xəstəliyi və osteoporoz kılavuzunun Türkiyə Endokrinologiya Cəmiyyətində osteoporoz kılavuzunun müəlliflərindən biri kimi, protokol yazan bir həkim kimi bunları danışıram. Tam bu konuya hakim olan bir insan kimi deyirəm. 3 əsas araşdırmalar nəticəsində məlum olur ki, vitamin çatışmazlığının 3 səbəbi var yetərsizliyin. Bunun birinci yetərsiz alımdır. Yəni yetərsiz vitamin D-nin qəbulu. Bu dəri ilə günəş enerjisinin təmasının azalmasıdır. Bunu bir qədər açıqlamaq istəyirəm. Yəni günəş təsirindən, günəşin ultraviyoleti şüaları təsirindən dərimizdə vitamin D yaranır. Bu qeyri-aktiv olan bir maddədir, prohormondur. Bu daxildə, orqanizmdə, qaraciyərdə, xüsusən böyrəklərdə aktivləşir, aktiv vitamin halına, xolikalsiferola, ergokalsiferola, bu müəyyən bunun aktiv kalsitrol deyilən bir maddəyə çevrilir və iş görən hissə budur. Yəni vitamin D-nin yaranması günəşlə birbaşa əlaqədardır, çünki dəridə yaranır. Dəridə istehsal olunan bir hormondur, bir maddədir və orqanizmdə müəyyən işləmlərdən keçdikdən sonra kalsiumun, hansı ki sümüklərin əsas bağların əsas elementidir, bunu aparıb sümüyə çatdıran bir maddədir. Belə mən əhali üçün daha rahat anlaşılsın deyə aldığımız qidaların tərkibində olan mineralları, xüsusən kalsiumu aparıb sümüklərə çatdıran bir maddədir. Yəni belə deyək, əgər D yoxdursa, D defisiti varsa, sümüyə çatmır. Nə qədər kalsium bəli, mənası olmur. Xeyri yoxdur. Onu yönətən o sovrulmayacaq bağırsaqlardan yoxsa necə olacaq? Hamısının təsiri var vitamin D-nin. Onların da çox böyük təsiri var. Yetərsiz alımdır. Birinci olaraq mən bu səbəblərini sadalayıb sonra içərisindən girəcəyik mövzunun. Yəni vitamin D-nin yetərsiz alımı. Vitamin D təxminən 90%-ə qədər günəşdən alınsa da, bunun 10%-i qidalarla alınır. Xüsusən balıq məhsulları, dəniz məhsulları ki var, skombiya balığıdır, Norveç samonu xüsusən çox məşhurdur. Yəni bunlar yağlar, bu yağda həll olan bir vitamindir. Qida ilə alınmalıdır. Yəni ya orqanizm qida ilə, ya da günəşlə təması az olduğu üçün dəri ilə vitamin D-ni qəbul edə bilmir. Yetərsizliyin ən böyük səbəbi budur. İkinci səbəb bağırsaq xəstəliklərinə bağlı olaraq vitamin D-nin aktivləşməməsi, yəni bağırsaqdan sorulmaması. Sorulmaqda problemdir. Birinci yetərsiz alımdır, ikinci yetərsiz sorulmadır. Bu xüsusən qastrit, mədə-bağırsaq xəstəlikləri, enterit, kolit, bağırsaq xəstələri, bağırsaq əməliyyatı olan xəstələr, Crohn xəstəliyi, qeyri-spesifik yaralı kolit və s. ki, malabsorpsiya, müəyyən bağırsaq xəstəlikləri var ki, qidalar vasitəsilə alınan vitamin D və yağda sorulmur. Bu da vitamin D yetərsizliyinə səbəb ola bilir, əgər normal qəbul olsa belə. Üçüncü bir səbəb də vitamin D-nin axıb dəridən alınan vitamin D qeyri-aktiv formada olur. Onun böyrəklər tərəfindən aktivləşməyi lazımdır. Yetərli aktivləşməməyi vitamin D hipovitaminozuna yetərsiz səbəb ola bilir. Yəni yetərsiz alım, yetərsiz sorulma, yetərli miqdarda aktivləşmənin olmaması. Bu üç səbəbdən vitamin D yetərsizliyi baş verir. İndiki günümüzdə baxaq. Aşağı-yuxarı insanlar hamısı eyni həyat yaşayır. Bir digital bir dünyada yaşayırıq. Qapalı ofislər, qapalı geyim tərzi, bütün gün deyim, ofis, ev, maşın, masa başında, biri müəllimdir, biri həkimdir, biri nə bilim marketoloq, biri marketdə işləyir. Hamı aşağı-yuxarı eyni həyat yaşayır. Çünki biz açıq hava, günəş görmürük. Yəni havaya çıxanda da biz kölgədə axtarırıq. Səkilə gedəndə də kölgəli yer axtarırıq. Dərd burasındadır ki, sağlam atmosfer qalmır. Atmosfer də çirklidir.
Önəmli məsələlərdən, O mesajlardan şüalar biri da budur. doğru düzgün Yəni düşmür. biz düşünsək ki, biz açıq havada olacağıq, günəşlənəcəyik. İş burasındadır ki, artıq günəşdə də atmosfer təbəqəsi o qədər çirklənib ki, ekoloji tarazlıq o qədər pozulub ki. Yəni düşünün, görün nə qədər elə tək bizim şəhərimizdə mən bilən 2 milyona yaxın avtomobil var. Yəni ekoloji tarazlığın pozulması, yəni bütün dünya üçün belədir. Təkcə yəni Azərbaycan üçün danışmıram. Yəni bütün sənayeləşmiş ölkələrdə urbanizasiya, yəni çirkli qazların, yəni sənaye inkişafı ilə əlaqədar atmosferdə bir çirklilik yaranmış. Yəni 100 il bundan əvvəlki müəllim atmosfer yoxdur. Yəni bu müəyyən qədər günəş şüalarının yer kürəsinə gəlib çatmağını əngəlləyir və biz o günəşdən vitamin D-ni istehsal üçün lazım olacaq enerjini ala bilmirik. Günəş şüalarının, ultraviyoleti şüalarında A, B, C fraksiyaları var. Bizim üçün daha çox B şüaları bizim meridian üzrə, coğrafi enlik üzrə ölkələr dəyişir. Daha çox saat 10, 11, 12 bir radələrində biz o B fraksiyasını almış oluruq. Yəni axşam saat 4-də, 5-də günəşlənmənin bir anlamı yox. Orada bizə lazım olan infraqırmızı şüalar yoxdur. Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Hansı aylarda ala bilirik məsələn onu? Məsələn Azərbaycanda olaraq məsələn Biz çox xoşbəxt millətik ki, biz bütün 4 fəslin 4-ünü görə bilirik. Yəni biz deyək Ərəbistan yarımadası kimi daim günəşin altında, yaxud da Skandinav ölkələri ki, daim yağışlı, günəşsiz günlərdə ya görmürük. Biz 4 fəslin 4-ünü görən bir toplumuq. Bizim üçün daha çox səhər saatlarında bunun yay, qış fərq etmir. Saat 10-dan deyək, təxminən saat 15-ə qədər. Amma qış aylarında günəşin şüaları elə də təsirli olmur axı. Onu deyirəm. Yəni yay fəslində saat deyək 12-yə qədər, saat 9-dan, saat 8-dən 12-yə qədər, qış fəslində biraz gec, saat deyək 10-dan 11-dən başlayır, saat 3-ə 4-ə qədər. Amma hava açıqdırsa da, günəş varsa göydə, yoxsa günəş hər yerdə var, amma bulud varsa göydə. Bulud varsa o təbii ki, müəyyən qədər qabağını alacaqdır, yetərli olmayacaqdır. O baxımdan artıq vitamin D-nin dərman şəklində qəbulu, bunun həb şəklində istifadəsi, yaxud da həkim nəzarəti altında dərman şəklində qəbulu artıq günümüzün vazkeçilməz bir ehtiyacı oldu. Vitamin də belə ki, bir ehtiyacdır. Əgər hər gün səhər saatlarında qış vaxtında biraz nahar saatlarında günəşlənəcək isə, amma günəşlənmək də tül arxasından, pəncərə kənarından, maşının camından deyil. Qışda biz geyinirik axı, bir dənə başımız qalır. Bədənin 25% açıq olmalıdır günəşlənmək üçün. Diz altı, distrək altı, üz boyun açıq şəkildə. Qışda demək ki, mümkün deyil. Demək mümkün deyil, bəli. Yəni şərtləri deyirəm ki, əgər biz hər gün, əgər sözümün başında deyirəm, bədənin 25% açıq buraxacaq şəkildə ən azı gündəlik yarım saat ərzində bədənin eritema dozası var. Nə deməkdir? Ağdərili insanlar üçün bu 15 dəqiqə, tünd dərili insanlar üçün 20-25 dəqiqə ərzində günəşdə qalmaq şərti ilə, yəni eritem dozası nə deməkdir? Dəri qızaracaq şəkildə, günəşin təsirindən o eritem dozaya çatacaq şəkildə. Əgər günəş dəri qızardısa, deyək, yarım saat qalıq günəşin altında, dərimizdə bir qızartı hiss etdiksə, artıq bədən vitamin D-ni yetəri qədər almışdır deyə bilirik. Bu şərtlərə əməl etmək şərti ilə günün səhər saatlarında açıq şəkildə günəşlənə biliriksə, bunu yaz, payız, qış fəslindən asılı olmayaraq açıq havada qalıb bədən, təbii ki, qış vaxt soyuq olur, biz geyinirik və o günəşləməni ala bilmirik. Əgər amma bir Ərəbistanda yaşayan bir insan üçün bu mümkündür, bizim region üçün mümkün deyil. Amma yay vaxtı bunu elə bilirsə tamamdır. Gün ərzində bu rejimi əməl eləyib günəşlənə bilirsə, tamam, vitamin D preparatına ehtiyac qalmadan bir dənə bədənə vitamin D tələbatını ödəmiş oluruq. Amma reallıqda bu mümkün deyil. Real həyatımızda biz səhər tezdən yerimizdən dururuq, maşınımıza minirik, işimizə gedirik, işdə qapalı ofisdədir, açıq havada əgər çalışmırıqsa qapalı ofisdə, axşam çıxıb evimizə gedirik, biz faktik olaraq günəş havası görmürük, axşam tərəfi ən yaxşı halda açıq havaya çıxıb gəzintimizi edirik, o vaxtda günəş olmadığı üçün biz günəş şüasına məhrum qalırıq. Bu bir gün, 2 gün bədənin kompensasiya imkanları genişdir, amma uzun aylar, illər sistematik şəkildə vitamin D hipovitaminozuna, xronik vitamin D yetərsizliyinə girdiyimiz üçün bizdə sümük oynaq problemləri, əzvə ağrıları, immunitet sisteminə bağlı problemlər, osteoporoz riskimizi artırırıq və s. Bu kimi problemlər başlayır. Yəni düşünün ki, immun sistem bədənin çox önəmli bir vacib bir hissəsidir. Bədənin silahlı qüvvələridir. Bax, vitamin D düşünün ki, o bədənin o hüceyrələrinə, müdafiə sisteminin əlinə silah verdiyimiz əsgərləridir.
Və vitamin D o dərəcədə önəmli bir şeydir. Yəni əsgər var əlində silahı yox. Bax bu silah vitamin D-dir. Çox önəmli bir elementimizdir. Vitamin D əskiliyi olan uşaqlar tez-tez xəstələnir, tez-tez qrip olur, tez-tez burun axır, qripləyir, soyuqlur. Amma açıq havada güləşlənən yaxud da yetərli qədər vitamin D alan insanlarda, uşaqlarda bu immunitet çox güclü olur. Mən praktikamda yadıma düşən şey deyirəm, bir xəstə var idi, uzun illər kürək ağrısından əziyyət çəkirdi, əzələ ağrılarından. Ya uzun illər tərləməsi olan bir insan yadıma düşdükcə bu praktikada yəni düşünün ki, hər hansı bir bu kürək ağrılarına yaxud da əzələ ağrılarına səbəb tapa biləcək laboratoriyada, analizlərdə müayinə bir şey çıxmırdı. Araşdırır ki, vitamin D defisiti var. Üzr istəyirəm, sözünüzü kəsirəm. Mən bir həkim dostumuz var. Bəli. Bununla bir yerə gedirdik, onun maşını ilə gedirdik. Bizə bir yolda bir dilənçi uşaqlar yaxınlaşdı. Bəli. Belə bir dənə də uşaq, körpə uşaq qadının qucağındaydı. Dedim buna baxayım. Bizim uşaqlar belə çölə çıxan kimi xəstələnirlər, eləyirlər falan. Bunlar o mənim sözümü, o sizin sözünüzü burada indi yadıma düşdü ki, o dedi ki, bu səhərdən axşamacan çöldədir. Bu D vitamini ilə zəngindir. Bu xəstələnməyəcək. Sənin uşağını qoymursan çölə çıxmağa. Həqiqət var sözündə. Ona görə də o insana bəli, belə faktlar çoxdur. Vitamin D preparatı verməklə vitamin D-nə uyğun doz yerinə qoyun. Bütün kürək ağrılara keçib getdi, tərləmələrə keçib getdi. Yəni bəzən ən sadə görünən bizə əzələ ağrısı, tərləmə şikayəti belə bir vitamin D-nin defisitinə bağlı ola bilər. Yəni düşünün ki, əvvəllər Sovet vaxtı xatırlayıram ki, vərəm sanatoriyaları günəşli ölkələrdə günəş müalicəsi, o günəş vannaları qəbul olunurdu bu insanlar. Səbəb nə idi? Yəni vərəm xəstəliyinin belə müalicəsində vitamin D-nin rolu böyükdür. Bu salari deyirlər, günəş vannaları. Yəni günəşin özündən yox. Yox, günəşin özü almaq tamam başqa bir şey. Yox, süni şəkildə salari. Yəni vitamin D kəşfi ilə günəş vannaları və günəşin bir terapevtik əhəmiyyəti ortaya çıxdı. Düşünün ki, bir fakt sizə vacib deyirəm. Diabetlə məşğul olan bir ixtisas həkimi, endokrinoloq olduğum üçün ən çox tip 1 diabet, diabetin insulindən asılı diabetlər daha çox soyuq ölkələrdə olur. Yəni Skandinav ölkələrə, Finlandiya dünyada nömrə 1-dir tip 1 diabet uşaqların olma ehtimalına görə. Çünki vitamin D yox onlarda. Vitamin D və şəkərli diabetin yaranması arasında vitamin D defisitinin bağlı şəkərli diabetin yaranması artıq sübut olunubdur. Yəni vitamin D çox önəmli bir elementdir. Çox vacib bir elementdir. İmmunitet vitamini də verilməlidir. Hidayət bəy, dediniz ki, günəşdən almaq mümkün deyil qış vaxtı. Mən özüm yoxladanda D vitamini defisiti çıxdı. Məndən 27 idi. Ciddi defisit sayılmır, amma az idi da. Yəni mənə tövsiyə gördülər. Keçək bunların istifadəsinə. Bu arada bizim videomuzun sponsoru olan Multizan D3 təşəkkür edirik. Azərbaycanda belə deyək də 50.000 vahiddə, yəni yüksək dozada tablet formasında olan tək preparatdır və eyni zamanda 10.000-lik həftəlik dozası da var. Bu ciddi defisit olmayanlarda. Bax, siz bayaq bir şey dediniz ki, insanlara biz tərləyəndə, fəal olanda D vitamini veririk, bunlar içirlər. İnsanlar bunu necə içsinlər? Bax, indi bizim müsahibəyə bir tutaq ki, 10.000-20.000 adam baxdı. Fikirləşəcək ki, məndə də zəiflik var, indi qış gəlib, mən günəş ala bilməm. Gedim mən də D vitamini alım, içim. Belə mi olur bu? Yoxsa bunun üçün... Yox, belə olmur. İzah edilməsi. Çox sağ olun. Multizan preparatına sponsorumuza təşəkkür edirik. Əhalinin maariflənməsi üçün xeyli işlər görürlər. Öncə bir məlumat verim ki, bu maddə öncədən söylədiyim kimi sadəcə bir vitamin C kimi bir şey deyil. Bu hormondur. Hər bir dərman preparatı həkim müayinəsi olmadan, analiz edilmədən yoxlanması doğru olmaz. Əslində qalsa, vitamin D yetərsizliyinə bağlı çox saylı şikayətlər var. Yəni, halsızlıq, yorğunluq, əzginlik, iş qabiliyyətinin aşağı düşməyi, hətta saç dökülmə, dəri quruluğu, yaddaş unutqanlığı ilə bağlı problemlər, əzələ ağrıları, tərləmələr, bunlara bir çoxu vitamin D ilə əlaqəsi var. Sözünüzü unutmayın. Məsələn, sizin yanınıza gələn 10 xəstədən neçəsində defisit çıxır? Bəlkə də onunda da. Vitamin D defisiti çox aşağıda xəstələrdə. Mən demək olar ki, düzdür, əslində qalsa rutin bunun hər kəsə yoxlanılması tövsiyə olunmasa da, biz xəstələrimizə vitamin D-nin önəmini nəzərə alaraq bacarıqla baxmağa çalışırıq. Çünki vitamin D xüsusən yaşlı xəstələr üçün, diabetli xəstələr üçün o qədər önəmli bir maddə ki, adi prediabetə, gizli şəkər olan xəstələrə belə prediabetin diabetə dönüşməsini əngəlləyən bir maddədir vitamin D. Ona görə prediabetli xəstələrə, raxit xəstəliyi keçirmiş insanlara, osteoporoz xəstələrə heç analizə baxdırmadan vitamin D-ni qəbul edin deyirəm.
Hətta mən eşitmişəm ki, analizə baxdırmadan. Bəli. Sadəcə amma ilk olaraq bizə qulaq asan izləyicilər, düzdür, məndə də halsızlıq var, əzəl ağrıları var, yorğunluğum var, tərləməm var. Gedin bu vitamin D-ni alım 50 min, kim olmaz, doğru olmaz. Həkim nəzarətində, çünki bu hormondur, nəzarət altında olmalıdır. Ən yaxşı məsləhət görən bu şikayətləri altında yatan başqa xəstələr də ola bilər. Şikayət varsa həkimə gedib müayinə olunmaq lazımdır. Ən önəmli şey müayinə. D-ni yoxlatmaq. Həkimin bəli, təkcə vitamin D-ni yox, bəlkə hipotiroidisi var, bəlkə qan azlığı var, dəmir defisiti anemiyası var, B12 vitamin defisiti var. Adətən bəzən olur ki, bəzən halsızlıq, yorğunluq şikayətini deyən bir xəstə mən yoğun bağırsağın xərçəngi tapmışam. Onkoloji xəstəlik də ola bilər. Yəni şikayətiniz varsa, əziz xalqımız, əhalimiz, öz başına dərman içməmişdən qabaq mütləq müayinə olunun. Həkimin ən böyük köməyi düzgün diaqnozdur. Düzgün diaqnozun qoyulması müalicənin yarısıdır. Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Araşdırıldı, yoxlanıldı. Vitamin D-miz neçə olmalıdır? Artıq əhali bunu bilir. Çox populyar bir maddədir. Ona görə əhalimizin bilməsi üçün söyləyirəm bunu. Normal insanlar üçün 50-80 civarında olmağı optimal bir rəqəmdir. Vitamin D-nin əslində qalsa mənim şəxsi düşüncəmcə coğrafiyadan, regiondan asılı olaraq normativlər dəyişə də bilir. 30-un üzəri optimal bir rəqəmdir. Biz bütün hallarda 30-un üzərində, uşaqlar üçün 20-nin üzərində olmağını istəyirik. Yəni orta yaşlı bir insan üçün 30-un üzərində olmalıdır vitamin D göstərici. Amma 80-dən yuxarıya qalxmağını da istəmirik. Çünki bunun müəyyən bir intervalları var. 80-in üzərində çıxdıqda onun da müəyyən əlavə təsir, intoksikasiya əlamətləri başlayır. Yəni normal sağlam insan üçün 30 civarı, 50-lər civarı optimal bir rəqəmdir və bizim yoxlanılan poliklinika gələn xəstələrin əksəriyyətində, yəni siz dediniz 10 xəstələrin heç olmasa 8-də vitamin D defisiti vardır, aşağıdır. Yəni vitamin D-nin aşağı olmanın da dərəcələri var. Əgər 30-un altındadırsa bu insanlarda biz bunlara müalicəvi dozlarda yükləmə dozası, bəzən bu da təbii ki individual olaraq dəyişir, başlayırıq. 20-nin altı ciddi defisitlidir. 20 əgər nanogramın altındadırsa vitamin D-nin dəyərləri yoxlanılan müayinədə bu xəstəyə mütləq yükləmə dozu dərmanı verilmək mütləq lazımdır. 10-un altındadırsa bu ciddi defisitdir. 4-ün altındadırsa çox ciddi defisit sayılır vitamin D. Bu insanlara yüksək dozda vitamin D preparatları verilməyə lazımdır. Mən indi burada hansı dozların verilməyi əhali üçün belə deyim, yanlış anlaşılma olmasın deyə ümumi müddəalara deyirəm. Bütün hallarda bu fərdi olaraq yanaşılmalıdır. Həkim təyinatı ilə verilməlidir, öz başına içilməməlidir. Defisiti olan xəstələrdə, orta yaşlı bir insan üçün 20-nin altında olan xəstələrə həmin 50 minlik vitamin D preparatını həftədə bir qəbul olmağına məsləhət bilirik. Orta ümumi statistik göstəricilərə görə 8 həftə, yəni həftədə bir dəfə adətən preparatın içində 8 tabletka olur. Həftədə bir dəfə 8 tabletkanı 8 həftə müddətində içmək şərti ilə 2 aydan sonra klazını yenidən kontrol etmək lazımdır. Əgər vitamin D yenə aşağı dozdadırsa, o zaman daha 8 həftə içməyə məsləhət görürük. Amma normal həddə gəlib çatdısa, o zaman preparatın ortalama bədən üçün lazım olacaq tələbatın normaları var. Uşaqlar üçün 400 unitə, bunu adətən damcı şəklində veririk. Uşaqlara 6 aya qədər uşaqlara 400 unitə damcı şəklində, məcbur şəkildə verilməlidir. 6 aydan 10 yaşa qədər uşaqlara 1000 unitə civarında verilməlidir. Yəni təbii ki, o yaşlı uşaqlara ancaq damcıların verilməsi daha optimaldır. Ancaq 10 yaşdan yuxarı uşaqlar üçün orta terapevtik dozada, profilaktik dozda 1000 milliqram yaxud da 1000 unitə vitamin D almağı lazımdır. Orta yaşlı bir insan üçün saxlayıcı dozada, deyək, əsiditi var da 50 minlik həftədə verdik, qaydaya düşdüsə, ya 1000 milliqram, yaxud da 2000 milliqram müxtəlif firmalar tərəfindən buraxıldığı preparatlar almağı lazımdır. Amma xəstə yaxud da pasiyent uyumunu artırmaq üçün 10 minlik dozanı, artıq var bu preparatda 10 minlik dozanı, bəli, həftədə bir dəfə qəbul etməklə bu təxminən ortalama gün ərzində 1300-1400 unitə vitamin D-dir. Qəbul etməli bədən tələbatını ödəyə bilir. Hətta yay vaxtı da deyək dənizə gedə bilməyən, açıq havada ola bilməyən, o demək deyil ki, yay vaxtı preparat verilməsin. Yəni yetərli günəşlənməyən insanlar, yaxud da yetərli miqdarda, yetərli saatda günəşlənməyən insanlarda da vitamin D-nin preparatlarının dərman şəklində alınmağını məsləhət bilirik. Çünki bu vitaminə bədənin bir ehtiyacı var, bu bir ehtiyacdır, həyat vitaminidir. Bilirsiniz, günəş ən böyük antidepressantdır. Yəni bu insanı çox mutlu edən, xoşbəxt edən bir maddədir. Günəşlə bərabər olmaq, günəşlə təmasda olmaq. Amma təəssüf ki, bugünün real insanı, real iş adamı, real insanı evinin, ofisindən bayıra çıxıb o günəşlənməni, yaxud da o normal qiyafətdə onu ala bilmir. Yayda bəlkə də olur. Bəlkə də yay səhətində. Amma il ərzində bir dəfə deyək, yayda gedib, misal üçün bir həftə açıq havada günəşlənməklə biz bədənə vitamin tələbatını ödəyə bilmərik. Yox, hər gün məsələn yayda bir
30 dəqiqə gün altında qala Edə bilər də bilirsinizsə insan. də tamam içməyin. Amma edə bilmirsinizsə böyük hallarını etmək çətin olur. O zaman vitamin D-ni qəbul etmək lazımdır. Hidayət bəy, bayaq dediniz ki, əgər bağırsaqlarda problem varsa, biz balıq yedik, nə bilim, qidalardan o vitamin sorulmur da. Bəs qida əlavəsi necə? İndi onlara da demişsə, əgər insanın böyrəyində problem varsa, qaraciyərində problem varsa, o zaman vitamin D-nin kalsiferol verdiyimiz prohormondur. Yəni ki, aktiv halda olan bir maddə deyildir. O zaman biz başqa dərmanlar təyin edirik. Kalsitol tərkibli dərman verir, ya alfa-kalsitol verir, başqa preparatlar verir. Qaraciyər böyrək xəstəliyi olanlar, insanlar başqa. Onlara vitamin D-nin başqa preparatlar, daha aktiv metabolitləri təyin olunur. Onlar başqa. D3 olmur da, onda başqa formasını verir. D2 veririk, başqa ya da aktiv vitamin D, kalsitrol verir. O qrup xəstələr başqa. Amma siz dediyiniz qida ilə əlaqədar bəli, daha çox dəniz məhsulları, balıq məhsulları, yağlı balıqlar vitamin D-nin çox zəngin olduğu üçün qida olaraq onların qəbuluna daha çox üstünlük veririk. Amma biz qida ilə maksimum 10% vitamin D-ni ödəyə bilirik. Hətta mən yaxınlarda bir araşdırma elədim ki, yəni gündəlik D vitamini ehtiyacını ödəməkdən ötürü 1 kiloqram somon balığı. Somon yemək lazımdır ki, günə 1 kiloqram mümkün deyil. Mümkün deyil. Yəni maddi cəhətdən də mümkün deyil. Belə fiziki də ki, hər gün fiziki cəhətdən 1 kilo somon yemək mümkün deyil. Amma təbii ki, üstünlük verilməsi məsləhətdir. Yəni balıq məhsulları, dəniz məhsulları qəbulu məsləhət verilir. Amma təbii ki, biz bunun qidaya tam tələbatımızı ödəyə bilmərik. Çünki bağırsaqdan bağlı sorulmasında problem ola bilər. Ən təbii yolu bunun günəşlə alınmasıdır. Biz həkim olaraq günəşlə alınmasını daha çox tövsiyə edirik. Amma reallıq onu deyir ki, bu tam mümkün olmadığı üçün dərman preparatlarının qəbulu məsləhətdir və bu preparatların müddəti yoxdur. Vitamin D preparatları ömür boyu təyin olunur. Bunlar ömür boyu qəbul olunmalıdır. Düşünün bir osteoporoz xəstəsi, osteoporoz bizim önəmli işlərimizdən biridir. Osteoporozun ən önəmli yaranma səbəblərindən biri də vitamin defisitidir. Xronik vitamin D yetərsizliyi zamanla bu insanları istər kişi olsun, istər qadın olsun, xüsusən qadınlarda postmenopozal osteoporozu kəskinləşdirəcəkdir, artıracaqdır. Osteoporoz diaqnozu qoyulan xəstələrə belə, insanlara belə vitamin D preparatını mütləq şəkildə heç analizə baxdırmadan vitamin D-ninizə uyğun dozlarda alıb qəbul etməyi məsləhət görürük. Saxlayıcı dozlarda qəbul etməyiniz, tövsiyə etdiyimiz dozlarda alıb içməyini məsləhət görürük. Çünki bunu qəbul edən insanlar daha sağlam olur. Tək sümük sağlamlığı deyil. Bunun ürək sağlamlığı üçün, hormonal status üçün, dəri sağlamlığı üçün, nə bilim, tərləməsi olmur, əzələr ağrı olmur. Hətta eşitdiyimə görə arıqlaya da bilinmir D vitamini olmayan. Piylənməsi olan insanlara hətta biz daha yuxarı dozlarda veririk bu preparatlara. Yəni çəkim məsələlərində də insulin rezistentliyi, insulinə həssaslıqda da vitamin D-nin çox böyük rolu vardır. Yəni vitamin D 21-ci əsrin vitaminidir. 21-ci əsrin maddəsidir. Bəzi adamlar yoğurta qatıb içirlər. İndi bizdə multizan D tablet forması daha rahat olur. Bunu yağa qatmaq lazımdır. Nəsə yağlı yeməyimi yemək lazımdır. Yağ formaları, damcı formaları var ki, bəzən o flakonlarda buraxılır, 50 min həftədə veçilir. Onları qatığa, nə bilim, başqa stakana tökməyə məsləhət görür. Çünki qabın divarlarında qalır, doz etkisi olur. Onları çörəyin üzərinə töküb verməyə adətən praktik olaraq daha bir dilim çörəyin üzərinə töküb yeməyə məsləhət görürük. Amma tabletli daha rahatdır, kapsul daha rahatdır. Yəni bunu bəzən deyirlər ki, bu yağda həll olunur. Ona görə nəsə yağlı yemək zaten. Dərmanın hazırlanması texnologiyası elədir ki, o bağırsaqdan tam 50 min qəbul edəndə bunu içir. Tam bunu qəbul edə bilir. Artıq buna yağlı yemək falan, aidiyyəti yox. Tablet üstündən bir qaşıq zeytin yağı üçün. Bunu həblə şəklində qəbul olunmağı bütün hallarda daha rahatdır. Doz etkisi olmur. Həm də ürək bulanma falan da olmur. Yağ sevməyən xəstələrdə bunlar daha üstündür, amma yağ da verilə bilir. Yəni o da amma stakana yağ da tökmə şərti ilə yox, çörək üzərində istifadə etmək şərtlə verilməyə daha uyğundur. Mən adətən əvvəllər o yağdan istifadə edəndə onu yoğurtun içinə. Yox, müəyyən qədər yoğurt təsiri itirə bilər. Doğrudan. Suyun içinə, qatığın içinə tökmək bir təsir itirə bilər. Çünki o bir hər zaman ağartı məhsulları, qatıq və süd bir antioksidant kimi çıxış edir. Eyni zamanda müəyyən zərəri neytrallaşdırmaq üçün xalq arasında daha çox zəhərlənənə qatıq verərdilər. O təsiri var. Yəni yaxşı ki, bir dilim çörəyin üzərinə verilmir. Amma tabletkada daha gözəldir ki, kapsul daha rahatdır. Burada itki yoxdur. Tam dozunu alır. Bədəndə o aktivləşir və öz yerini tapır. Hidayət bəy, bu yaxınlarda qarşıma bir video çıxdı. Bir mütəxəssis deyildi, amma bloger idi. Bir video haqqında danışdı, D vitaminləri haqqında danışmışdı. Bir 2 milyonda izlənmə var idi. D vitaminlərinin infarkta, insulta, ürək tutmasına səbəb ola biləcəyi haqqında danışırdı ki, bu D vitaminini gedib öz-özünə alırsınız, içirsiniz falan bəsməkan. Bu ürək tutması yarada bilər, nə bilim, nə ola bilərmi belə ümumiyyətlə? Bilirsiniz, belə bir məsələ var Bahadur bəy. Vitamin D zəhərlənməsi, intoksikasiya. Dərman və zəhər arasında bir dənə fərq dozadır.
Dərman var ki, uyğun dozda deyildi, şəfa verir. Artıq doz içində zəhərləmə verir. Ona görə mən sözün əvvəlində dedim, əhalinin gedib və bu şikayətlər həkim söylədi, sadaladı. Məndə də var. Gedim mən aptekdən vitamin D alam için bu doğru bir şey olmaz. Mütləq yoxlanıb baxmaq lazımdır. Analiz vermək olmaz. Vitamin D-si normal olan insana deyək saxlayıcı dozda uzaqbaşı profilaktik dozda verə bilərik. Amma bu insanın gedib deyək yüksəlmə dozasında, yüksək dozda alırsa zəhərləməyə daxil ola bilər. Xüsusən önəmli bir ampulası var vitamin D-nin. Ən mənim qarşı olduğum məsələlərdən biri budur ki, yüksək dozda vitamin D-nin injeksiya formasında əzələ daxil vurulması zəhərləməyə səbəb olur. Təbii ki, bu qanda kalsium yüksəlir. Vitamin D zəhərlənməsi üçün vitamin D ilə yanaşı qanda kalsium qalxmağı lazımdır. O infarkt da verə bilər, insult da verə bilər, hətta vitamin D zəhərlənməsi xəstə ölə də bilər. Yəni bir vitamin D-nin artıq dozda verilməsi insanı öldürə də bilir. Çünki bunun zəhərlənməsi mümkündür. Yağda həll olunan vitamin olduğu üçün bunun intoksikasiyası mümkündür. Ona görə bu kimi şeyləri mütləq nəzarətsiz qəbul etmək olmaz. Öz başına alıb istifadə etmək olmaz. Uyğun profilaktik dozlarına tamamdır. Analiz vermədən içə bilirsiniz. Amma ilk olaraq mən bilmirəm məndə vitamin D səviyyəsi nədir. Mən gedim alıram ki, olmaz. 10.000 vahidi profilaktik olaraq çəkmək olar da. Bəli, profilaktik amma bu doza 50.000-i mütləq həkim yazmalıdır. Düşünün ki, 50.000 doza 10.000-in 5 qat 5 mislidir. İkisini də bunu dalbadal içsən olur 100.000. Bəli. Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Arada bir görürsünüz ki, belə yüksək bulantı, qusma, narahatçılıqla gələn xəstələrdə bir neçə dəfə praktikamda oldu. Vitamin D zəhərlənməsi xəstə yatızdırdım stasionar şəkildə. Vitamin D zəhərlənməsinin də xəstə gəldi. Məlum oldu ki, xəstə öz başına siz deyən ki, formada gedib aptekdən alıb içibdir. Vitamin D faydalıdır, amma faydalı da, amma hər şeydə bir üsulu, ya da bir üsulu var, qaydası var. Artıq içiləndə su da zərər verir, bəli. Ona görə mən ən birinci əhalimizin günəşlə kontaktda olmağını istəyirəm, arzu edirəm. Həftə sonu, nə bilim, tətil zamanı, yay tətilini çox səmərəli keçirsinlər. Günəş dərmandır, günəş antidepressantdır, günəş necə deyim, həyatdır. Bizim həyatımız günəşə bağlı. Amma təbii ki, bunu vaxtı-vaxtında edə bilməyənlər, iş adamları, yəni aşağı-yuxarı söylədiyim kimi insanlar digital həyat yaşayır, virtual bir aləmdəyik, yəni qapalı bir şəraitdəyik. Bu insanlar mütləq şəkildə vitamin D-siz qoymasınlar orqanizmə, çünki bədənin buna çox ehtiyacı var. Bir xüsusi önəmli mesajım da qapalı geyim tərzinə malik olan xanımlardır. Qapalı geyim tərzinə örtülü xanımlardır. Bizim əhalimizin böyük bir qismi Azərbaycanda müsəlman bir ölkədir və bu xanımlar özəlliklə vitamin D-ni qəbul etməlidirlər. Xüsusən bu xanımlar. Çünki bunlarda bəzən indi insanlar boş verir, kürək ağrım var, əzələ ağrılarım var, eybi yox, yaşlılıqdandır. Ya tez yoruluram, yəqin yoruldum, bu gün çox işlədim. Əzələ ağrılarım var, yəqin soyuq oldu, tərlədim, yəqin bu gün çox işlədim. Bu kimi şikayətlərlə fərqinə varmadan, üzərinə getmədən vitamin D, hipovitaminozun bu əlamətləri atlatırlar. Və zaman-zaman da bunlara belə görür, sümük sınıqlara başladı. Sınıq, xüsusən pesmanın postmenopozal qadınlar. Nazik paltarının üstündən də mı almaq olur? Xeyr, tam çılpaq dəriyə olmalıdır. Bəli, tam çılpaq dəriyə. Yay vaxtları xüsusən açıq havada, deyək, belə deyim də, təbii ki, müəyyən o şeylər etik qaydalar çərçivəsində, çünki biz müsəlman bir ölkəyik. Yəni bədənin nə qədər çox hissəsi günəşlə yanırsa, günəş olur, amma bunun da bir dərəcəsi var. Yəni günəşlənmək özü də dəri qırışlarına, dəri kanserinə səbəb olacaq bir şeydir. Günəşin, bəli, açıq havada deyək, misal üçün yarım saat 40 dəqiqə qaldınız, yaxud da uzun müddət qaldınızsa, mütləq günəş qoruyucu, xüsusən üz nahiyəsində kremlər çəkmək lazımdır ki, o qaralmadan, deyək ki, qırışlardan qorunmaqdan ötəri. Hamısının dərəcəsi qaydası var. Bizim istədiyimiz açıq havada regular olaraq yarım saat, bədəni 25% açıq buraxmaq şərti ilə 30-40 dəqiqə civarında günəşlənmək. Bunu alırıqsa vitamin D tələbatını ödəmiş oluruq. Bunu edə bilmirsə mütləq dərman qəbul etməlisiniz. Və bu yaşa baxmadan, cinsə baxmadan qəbul olunmağı şərtdir. Çünki sümük sağlamlığı üçün bu maddə çox lazımdır. Vitamin D təkcə sümük sağlamlığı üçün deyil, sinir sağlamlığı üçün, immun sistemimiz üçün çox vacibdir. Heç vaxt unutmadığımız bir pandemiya dövrü var idi. İnsanlar günəşlənmirdilər, açıq havaya çıxa bilmirdilər, evdə qalırdıq. Yəni vitamin D defisiti üçün çox böyük bir problemi olan bir dövrlər. İndi bir də Allah eləsin şu günlər bizim xalqımız, ölkəmiz, dünyamız o pandemiya dövrlərini bir daha yaşamasın. Yəni vitamin həmin dövrdə nə qədər insanlar çox-çox xəstələnərdilər. Vitamin D defisiti özü də bu problemin bir qüsurlu dövrünü olaraq artırır. Ona görə açıq havada olmaq çox gözəl bir şeydir. İnsanın sinir sistemi üçün, insan çox psixoloji bir, sosial bir varlıqdır. Amma bunları dediyim kimi edə bilməyən insanlar mütləq dərman şəklində bunları replasman etməlidirlər, əvəzedici olaraq qəbul etməlidirlər. Hidayət bəy, təşəkkür edirik. Çox faydalı bir müsahibə oldu. Estağfurullah. Yəni insanlar üçün açıq, belə deyək də, hər şey aydınlaşdı. Bəli. Yəni başa düşdülər ki, D vitamini niyə görə içilməlidir və necə içilməlidir və yaxud da ki, mən təşəkkür edirəm. Hansı şəkildə qəbul olunmalıdır. Mən
həqiqətən də bir neçə müsahibələrimiz olur, amma sizin izahınız, sizin problemi aydınlaşdırmağınız çox gözəldir. Çox Mən təşəkkür edirəm. Biz də qazandığımız Hə, təcrübəni, bilikləri əhalimizə, xalqımıza çox maarifləndirməliyik. təşəkkür edirik. Mən təşəkkür edirəm. Siz sağ olun. Əziz dostlar, müsahibəmizi bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Hər hansı bir sualınız olarsa, şərhlərə yazın. Biz Hidayət bəyi yenidən dəvət edərək yenə danışarıq bu barədə. Məmnuniyyətlə. Siz sağ olun. İzlədiyiniz üçün təşəkkürlər, çox sağ olun.